Baxaq birinci sualımıza. İlk sualda deyir ki, elektron poçt ünvanının yazılışı düzgündür. Yadımızda saxlamaq lazımdır ki, elektron poçt ünvanında bir işarəsi olur, belə bir işarə. Bir də nöqtədən istifadə etmək lazımdır. Və işarəsi olur ortada. Ona qədər olur adı, istifadəçi adı, ondan sonra da olur domenlərin adı, serverin adı. Baxıram A variantında. A variantda görürəm ki, heç bir nöqtə işarəsi yoxdur. C variantına baxıram ki, ət işarəsi yoxdur. Y variantında ətdən başlayıb ət işarəsi ortada olmalıdır. D variantında, Y variantında yoxdur. Və baxıram B variantını görürəm ki, həm nöqtədən istifadə olunubdur, həm də ət işarəsi var. Həmçində yadımızda saxlamaq lazımdır ki, ən sonda domen adından istifadə etmək lazımdır. Məsələn, bizim tutaq ki, e-mailimiz necədir? gmail.com .az, .tır, .ru hər zaman ən sonda belə bir nöqtədən sonra domen adı olmalıdır. Domen adı. Domen adları biz keçmişdik. Domen adları com var idi. Education, edu var idi. Daha sonra var idi Milliarity, mil hərbi müəssisələr üçün istifadə olunanlar. Organizations, yəni org yazılırdı. Qeyri-kommersiya təşkilatlar üçün. Yəni bir sözlə DNS ünvanlar, domen adlar çoxdur. İstəyirəm açım siyahını göstərim. Bizim üçün də həmçinin təkrar olsun. Bu domenlər belə, digər domenlər isə ölkələr üçün aid idi. Növbəti gəldim. İkinci sual. Sərlövhə nədir? Sərlövhə bizim bildiyimiz header və footerlardır. Header, footer. Header, footer. Header, footer həm səhifə nömrəsidir, həm də karantin titullar verir. Belə deyək də, mən sizə bir nümunə göstərim istəyirsinizsə. Göstərəcəm karantin titulu mahiyyəti nədir? Kitabı açın. Demək, baxın. Kitabın yuxarı hissəsində yazılıb Master Ener 1. Bu kitabın yuxarı hissəsində yazılıb Master Ener 1. Hər səhifədə təkrarlanır Master Ener 1 sözü. Master Ener 1. Hər səhifədə baxın var. Bunlar adlanır karantin titullar, sərlövhələr. Hər bir səhifədə təkrarlanan adlardır. İndi sualımıza baxsaq, sualımıza görə nə deyir? Deyir ki, sərlövhə nədir? Sənəddəki məlumat mənbəyini, yox, mənbə deyil. Kiçik yazılmış, deyil, şriftlərlə yazılmış mətn yox. Qrafik obyektlərin adlandırılması əlaqəsizdir. Sənədin axırında yerləşən kiçik şriftlərlə əlaqəsizdir. Aha, deyir səhifənin aşağı və yuxarı hissəsində səhifə parametrlərinə uyğun olaraq ayrılmış sahədə yerləşdirilən mətndir. Bax, bu mətnlərdir. Aşağı və yuxarı hissədə ola bilərlər. Gəldik üçüncü suala. Hansı piktoqramlar libraries qovluqlarını əks etdirir? Libraries qovluqları deyilərkən, File Explorer-ın bu sol hissəsində Documentslər var, Pictureslər var, Musiclər var, videolar var. Bunlar hamısı kitabxana qovluqlarına aiddir. Birinci, şəbəkə qovluğudur. Şəbəkə. İkincisi, arxiv qovluğudur. Üçüncüsü və beşincisi, bunlar adlanan libraries, kitabxana qovluqları. Çünki mətndə şəkil var. Dördüncüsü adi qovluqdur. Beşincisi də ki, daha doğrusu altıncısı da olacaq My Documents. Bu belə. Bizdən istənilən kitabxana idi, oldu 3-dən 5. Baxaq növbəti sualımıza, bu dördüncü sual. Dördüncü sual tipi, Access-də çox istifadə etmişik, biz Access-də çox işləmişik, rahat sayılan suallardandır. Gəlin baxaq. Bizə deyir ki, ədəbiyyat kiçik bərabərli coğrafiyadan olsun. Yəni, ədəbiyyat, belə deyək, coğrafiyadan kiçik olsun. Baxaq. Ədəbiyyatın coğrafiyadan kiçik olanları.
İkincidədir. Qiymətlərinə baxanda 46-65. 46-65-dən kiçikdir. Yazıram 2. Sonra 3. Sonra 6. 21.95. Sonra and. Yazıram and. Deyir, riyaziyyat informatikadan böyük olsun. Riyaziyyat informatikadan hansılarda da böyük? İkincidədir. Yazıram 2. Sonra 5-cidədir və 6-cıdadır. İndi siz mənə deyin görüm. 2-3-6 ilə 2-5-6-nın kəsişməsi bizə nə verir? Çünki ortada end deyir. Elə 2-6 verir. Birləşdiririk. Kəsişmələr ortaq elementlərin götürülməsidir. Sonra yazıram or. Baxın or. Deyir, not ədəbiyyat riyaziyyatdan kiçik olmasın. Yəni, ədəbiyyat riyaziyyatdan böyük olsun. Ədəbiyyatın riyaziyyatdan böyük olanları da 1-1-dədir. Yazıram bura 1. 1 də 4-dədir. Yazdım 4. İndi mən bunları birləşdirirəm. Çünki or birləşdirmək deməkdir. Yazacağım. 1, 2, 4, 6. Birləşdirmək hər bir elementin hamısı götürülür deməkdir. 1, 2, 4, 6. Olacaq da cavabımız D variantı. Demək, biz buradan nə öyrəndik? Öyrəndik ki, and kəsişmələridir. İçindəki elementlər kəsişdirir. Amma or isə birləşdirməkdir. Birləşdirmək. Bu qədər. 1, 2, 4, 6 oldu cavabımız. Növbəti gəldi bu 5-ci tipli sual. 5-ci tipli sual artıq son illərdə qəbullarda çox düşür. Yəni vardı. Deyir, A1 qovluğunu yaradın, A2 qovluğunu yaradın, B2 qovluğunu yaradın. Yaradılanları görürsünüzsə burada. Deməli, hamısı eyni anda yaradılıblar. Yəni, hamısı bir diskat üzərində yaradılıbdır. Baxıram A variantına. Yalnız A1-dən A2 bir diskat üzərində yerləşir. C variantına baxıram. A1-dən A2 bir diskat üzərində yerləşir. D variantına baxıram. A1-dən A2 bir diskat üzərində yerləşir. Y-yə baxıram. A1, A2, B2 bir diskat üzərində yerləşir. Eyni şəkildə B variantında A1, A2, B2 bir diskat üzərində yerləşir. Doğrudur. Sonra deyir ki, A1 qovluğunu aç. Yəni, A1-in içinə daxil ol, B1 qovluğunu yarat. Bir sözlə A1-in belə bir, necə deyək, qanadında olacaq bu B1. Yəni, A1-in daxilində olacaq B1. O da uyğundur B variantına. Y variantında A2-nin daxilində B1 yaradıb deyə, onu artıq biz doğru kimi götürməyəcəyik. Çünki bizdən istənilən A1-in daxilində B1-in yaradılmasıdır. Oldu cavabımız B variantı. Gəldi interfeyslərin növləri. Mən dərs keçəndə özdə dönə-dönə demişdim ki, interfeys sualları qəbullarda artıq son 2 ildə var. 2025-də də düşdü, 2024-də də düşdü. Bəs yaxşı, bu interfeys hardadır? İnterfeys əməliyyat sistemləri dərsindədir. Bölmə 5-dədir. Əməliyyat sistemlərinin daxilində belə bir hissə var. Gözləyin, qoyun açım. İnterfeys. Hardasan interfeys? Hə, baxın burada. Hansı interfeysin növləri var? İstifadəçi interfeysi var. Proqram interfeysi var. İntellektual interfeys var və insan-maşın interfeysi vardır. Bu sualda görək nələr var idi. Dedi, istifadəçi interfeysi var. Başqa istifadəçi proqram intellektual. Proqram var burada. Hə, proqram var. Proqram interfeysi var. Cavablardan 4-dən 6-nı çıxıram. Nəyə görə? Çünki bizdən aid olmayanları istəyir. Əmrli interfeys yoxdur. Aparat şəbəkə interfeysi yoxdur. Şəbəkə proqram interfeysi yoxdur. Oldu Y variantı. Gəldik 7-ci suala. 7-ci sual maraqlı suallardandır. Rahat sualdır, çətin deyil. Yeddinci sualda deyir. Belə bir qovluq var idi. Kimsə istifadəçi belə bir qovluqda işləyirdi. Sonra qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı. Yəni sonuncu qovluqda idi ki, laboratoriya işlərində. 2 səviyyə hara qalxdı? Yuxarı qalxdı. Yəni dərs üçün materiallara qalxdı. Mühazirələr qovluğuna bir səviyyə aşağı düşdü.
Təsəvvür edin ki, siz bax bir qovluğun üzərində işləyirsiniz. Baxın, tutaq ki, nə açaq buradan? Nə açaq? Baxın, mən bunun daxilindəyəm. Zoom'un daxilinə girdim, bunda daxilinə girdim. Düzdürmü? 2 mərhələ yuxarı qalxmaq. Baxın, 2 mərhələ çıxdım bundan. Artıq buradayım. Sonra bizə deyir ki, mühazirələr qovluğuna bir səviyyə aşağı düşdü. Yəni, mən artıq buradan mühazirələrə daxil oluram. Tutaq ki, belə bir qovluğa daxil oluram. Və buradan giriş.doc faylını istəyirəm. Düzdürmü? Bizdən də istənilən budur. Deyir ki, giriş.doc faylına qədər olan yolu tap. Belə deyək də, mən artıq qrup 11-dən laboratoriya işləri nəzərə almıram. Niyə? Çünki artıq mən bunlardan çıxmışam, əvvələ qayıtmışam. Dərs üçün materiallardan daxil oluram mühazirələrə, mühazirənin də içindən daxil oluram giriş.doc-a. Olacaqdır cavabımız C variantı. Qeydiniz ki, dərs üçün materiallar, mühazirələr, giriş.doc. Bu qədər. Gəldik 8-ci suala. 8-ci sualda kölgə effekti vermək. Kölgə effekti vermək, baxın, bu B variantındadır. Ona görə ki, sanki ətrafını kölgələndirir. A variantı şriftinin rəngidir. C variantı arxa fonun seçilmiş, belə deyək, obyektin arxa fonunun rəngidir. D variantı şriftin ölçüsünü kiçildir və böyüdür. Y variantı da ki, formatı silmək üçündür. Gəlir 9-cu sual. Sənədə Yunan əlifbası. Yunan əlifbası hardan istifadə olunur? Yəni, klaviaturada olmayan düymələr. Klaviaturada olmayan düymələrdə insert tabının, symbols length qrupunun, simvollar əmrindən istifadə olunur. Gəlin, mən sizə onu da göstərim. Buradan Word-ə daxil oluram. Baxın, insert tabına daxil oluram. Burada symbols length qrupu var, görürsünüzmü? Simvolsun daxilindən də simvola daxil oldum. Burada Yunan əlifbası da var, nə bilim, başqa əlifbalar da var. Klaviaturada olmayan belə simvollardan istifadə edirlər. Sonra 10-cu. Deyir, sorğu nəyə imkan verir? Biz sorğunu nə edirik? Harada istifadə edirik? Təbii ki də bizə lazım olan bir məlumatı tapmaq üçün istifadə edirik. Tez-tez yeni yetirilən məsələlər makroslara aiddir. Lazım verilənləri bir formada. Yox. Aha, lazım verilənləri əldə etmək təbii ki də. Çox rahat, çox yazılası bir sualdır. Oldu cavab C variantı. Yox. Növbətə gəldi 11-ci sual. Fərdi komitələr. Təbii ki də fərdi komitələr hansı nəsildir? 4-cü nəsildir. Çünki 4-cü nəsildə fərdi komitələr meydana gəlibdir. Baxıram 12-ci suala. 12-ci sualda nə deyir? BIOS nədir? BIOS giriş-çıxış baza sistemidir. Əməliyyat sistemini rama yükləyir. Bir də nə var? Kompüterin resurslarını idarə edir. Baxın A variantı. Resurslarını idarə edir, tətbiqi proqramların işini, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini təmin edir. Və həmçinin də BIOS daimi yaddaşın daxilində yerləşir. Gəldik 13-cü suala. Deyir, elektron təqdimat proqramında hansı əmrlə müəyyən intervaldakı. Aha. Deməli, baxın, biz sizə nə demişdik? Deyir, təqdimat hansı əmr ilə müəyyən intervaldakı nümayiş etdirmək üçün sazlamaq. C variantıdır, rehearse timing. Yox. Değil. Setup slash show olmalıdır. Setup slash show. Niyə? Çünki PowerPoint-a daxil oluram. Burada baxın, müəyyən aralıq vardır. Slash show-dan. Burada yazıbda setup slash show. Görürsünüz? Burada aralıq verir. From. From nə deməkdir? Aralıq, müəyyən interval. Mən dərk keçəndə sizə bildirmişdim. Bir var custom slash show. Custom slash show-da sən istənilən slaydları seçirsən və nümayiş etdirirsən ədə basıb. Amma setup slash show desə, sən aralıq verirsən. Aralıq. Baxın, burada from var. Deyir, tutaq ki, gəl 20-40 arasını sən nümayiş etdir. 20-40 arasındakı sən slaydları nümayiş etdirəcəksən. Yaxşımı? Müəyyən aralıq deyirsə, bu setup slash show'dur.
Ona görə Mən də belə cavab cavabda adında da sazlanma yazıb da, elə sazlanması. hə, set-up slash show, bəli. Slayd nümayişinin sazlanması. Heç ona Sualda fikir da vermədən cavabda da. düz deyirsən. Düz. Hmm. Gəldik 14-cü suala. Deyir, elektron cədvəldə xanalara hansı formatlaşdırma əməliyyatını tətbiq etmək mümkün deyil. Xananın fonunu rənglə doldurmaq olur. Mətni düzləndirmək, formatlaşdırmaq olur. Bunların hamısını bir-bir göstərərdim, amma ehtiyac yoxdur, vaxtımız gedəcək. Xananın sərhədlərini də rəngləmək olur. Bir çox tələbə deyir ki, müəllimə, bəs biz bu xananın sərhədlərini necə rəngləyirik? Gəlin göstərim. Xananın sərhədini Excel-də rəngləmək olur. Baxın, indi edirəm. Seçdim bir neçəsini. Gəlirəm buradan line color və narıncı rəng. Belə bir. Ne edirəm? Baxın, narıncı rəngdə artıq sərhədlədir. Bir dənə xananı da bir rəngləyə bilərəm. Gördünüz? Xananın sərhədini elədim narıncı rəngdə. Yəni demək istədiyim odur ki, olur. Xananı amma iki yerə bölmək olmur. Yenə də tələbələr deyir ki, bəs müəllimə, biz xananı iki yerə bölürdük axı. Xananı iki yerə bölmək, 4 yerə bölmək və s. bunlar hamısı olurdu Word-də. Word-də. Amma bizdən istənilən Excel-də. Excel-də xananı iki yerə bölmək olmur. Xanaların formatını, eyni hündürlüyünü təbii ki də dəyişmək mümkündür. Bu da olur. Amma D variantı isə olmur. Müəllim, bir sual verim. Bəli, buyurun. Xana rəhlədik. Rəhli printerdə rəngli çıxa bilir. Bəli, çıxır. Rəngli əgər çıxardacaqsa kağızı çıxır. Mənim axşamınız xeyir. Mən Word Excel-də xanaları birləşdirmək olur, amma xanaları bölmək olmur da, yəni. Məsələn, xananın Bəli, hamısı xanaları sən birləşdirə bilərsən, amma xanaları bölə bilməzsən. birləşdirilmir. Bəli. Gəldik 15-ci suala. Asi modelinin hansı səviyyəsi ötürülən informasiya sintaksisini təsvir edir? Bu Asi modeli lokal şəbəkələr dərsindədir. Biz bunu sizdən keçmişik. Ola bilər unudasınız, normal bir şeydir. Lokal şəbəkələrin ən sonuncu səhifəsində Asi modelinin səviyyələrinin hər birinin tərifi verilibdir. Function sınıf biz öyrənmişdik. Fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş və tətbiqi. Buradan bizdən soruşur sintaksis. Baxın, özdə xüsusi vurğulamışdıq ki, sintaksis sözünü harda görsən, bil ki, nümayiş səviyyəsidir. Amma semantika sözünü harda görsən, bil ki, tətbiqi səviyyədir. Bax, xüsusi vurğulamışdım. Demişdim ki, bitlər sözünü harda görsən, fizikidir, qadınlar sözünü harda görsən, kanaldır. Bizdən istənilən sadəcə sintaksisdir. Sintaksis olacaq nümayiş. Olacaqdır cavabımız C variantı. Mən bir dənə o səhifəyə yenə gəlin skrin eləyim də kitabda tapana kimi. Səhifə 243. Ümumiyyətlə bu, yəni həm protokolları da çox düşür buradan, həmçinin qurğuları da çox düşür. Baxın, burada Tamam, elədim. yəni hamısına baxmaq lazımdır. Yəni. Baxaq 16-cı suala. Sənədin redaksiyası, aha. Demək, baxın, burada əvəz etmə rejimidir. Və bu olur overtype rejimi, əvəz etmə. Niyə? Buna aid eyni tipi bundan əvvəlki üslərdə işləmişik. Qəbul sualı. Bu artıq ikinci dəfə təkrarlanan bir qəbul sualıdır. Bu insert düyməsi və overtype rejimidir. Bu harda olur? Word-ə daxil olursunuz. Word-ün vəziyyət sətrinin kontekst menusundan. Açırsınız belə. Burada yazıbdır overtype insert. Overtype rejimi, əvəz etmə rejimidir. Klaviatura düyməsi də insertdir. Sonra digər variantlara da baxardım, amma zaman gələcək deyə baxmıram. Elə bir dəfəlik düzgün cavabı izah etdim. Gəldi 17-ci suala. Arxivləşmə proqramlarına aid olmayanlar seçin. Arxivləşmə proqramlarının tərkibində əksəriyyətində Z hərfi var idi. PZip arxivləşmə proqramıdır. IsArc arxivləşmə proqramıdır. Power Archiver, arşivə sözü var. Arxivləşmə proqramıdır. Amma 2, 4, 5, 7 isə arxivləşmə proqramı deyildir. Bizdən olmayanlar istəyir. Gəldik 18-ci suala. 18-ci sual eynisi test toplusunda var. 121-ci sual idi.
Bu təkrarlanan sualdır. Yeni tipli sual. Deyir ki, A ilə B-nin yerinə 2, 5 qoyduqda elə etməsən ki, 2, 3, 4, 5 səhv olsun. Burada variantların hamısını yoxlayarsan. Yalnız C variantında sən gəlib sual işarəsinin yerinə C variantını qoysan, zaten burada sualın yerinə A-da qoyacaqsan, B-də, D-də, Y-də, C-də. Amma bunların heç biri ödənmir C-dən başqa. Ona görə də doğru cavab olaraq mən C-ni qoyuram və misalımı həll edirəm. İmtahana bunları bir-bir qoymaq lazım deyə. Gəlin belə edək. A-nın yerinə deyir, gəl 2 qoy, B-nin də yerinə 5 qoy. Baxın, özü veribdir. A-nın yerinə qoyacağım 2, B-nin də yerinə qoyacağım 5. 2 kiçik bərabər, daha doğrusu 2 böyük bərabərdirmi 5-dən? Yox. Düşdüm yoxa. Bu işarə çap işarəsidir. A-nı verir çapa, yəni 2-ni verir çapa. Kənarda yazdı. Düşdüm aşağıya, A-nı bir var da artırdım. Oldu 3. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. Artıq A-nın son qiyməti 3-dür. 3 böyük bərabərdirmi 5-dən? Yox, düşdüm yoxa. Yenə də A-nı verdim çapa. 3-ü verdim çapa. A-nı bir var da artırdım, yazdım 4. Düşdüm aşağı, qalxdım yuxarı. Gəlirəm buradanın yerinə qoyuram 4. 4 böyük bərabərdirmi 5-dən? Yox, düşdüm yoxa. A-nı verdim çapa. A-nın qiyməti 4-dür. Və 4-ü bir var da artırdım 5. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağıya. A-nın yerinə qoydum 5. 5 böyük bərabərdir 5-dən. Hə, getdim həyə. Yenə də A-nı verdim çapa. Yəni 5-i verdim çapa və onunla da sonlandırdım. Baxın, mən 2, 3, 4, 5 qiymətini çap etmiş oldum. Bunun teması budur. Gəldik 19-cu suala. DPI, PPI bunlardır. Təsvirin fiziki ölçüsü. Nə istəyir ki? Təsvirin fiziki ölçüsü. Təsvirin aid etməsi DPI-dir. Düymü deyir də, Həcər xanım, düym demir. Baxın, təsvirin fiziki ölçüsü. Düym santimetr olar da. Düym santimetr. Bir düym 2,54 santimetr. Biri aiddir AC. Hələ işləyək görək axırda nə alacaq. Failin D həcmi. yoxdur. Bir də failin həcmi. Failin Byte həcmi byte deyil müəllim. hə, byte. Təsvirin Hı hı. aid etməsi bu da getdi. Yine Təsvirin aid etməsi də olacaq PPI, DPI. Əslində beynimi qarışdıran burada nə oldu mənim? DPI. Orijinal təsvirin aid etməsi gedir. PPI də gedir də, hə. Heç nə, düzgün sualdır. AS 2D, 3B'ye. Belə şey var görən cavablarda. AS D, hə, B, D var Deyil ya. müəllim, deyil. Hə, dedi. Baxaq, o məşhur 20-ci suala. Keçən dərs eləmişdim. Bəli, Yol müəllim, bunu izah eləmişdiniz. Demişik ki, bu tip suallar hər zaman saat əqrəbi istiqamətində aparılır. Saat əqrəbi istiqamətində olmalıdır. Baxın bu şəkildə. Gəlirəm qiymətləri hesablayırım. Mənə verilmişdir A2, C2 diapazonu. Yəni saat əqrəbi istiqamətində birinci gəlir A2, sonra gəlir B2, daha sonra da gəlir C2. Hesablayaq. A1 vurulsun B1, toplansın C1 vurulsun 1,5. A1'in yerində durur 5, B1'in yerində durur 16, toplansın. C1'in yerində durur 30, vurulsun 1,5. 5'i 16'ya vuranda alırıq 80, 30'u da 1,5'e vuranda alırıq 45. 80 toplansın 45, bərabərli 125'e. Demək, A2-nin qiymətini gəlib bir kənarda yazıram. A2 bərabərdir 125. Növbəti gəlib B2-ni hesablayıram. B2 produktla verib. Produkt hasildir. Hasil.
A1, baxın, qoşan nöqtəli vergül qoyub burada. Yəni A1-ə ayrı bax, C1-ə ayrı bax. Diapazon verməyib. A1-in qiyməti görək nə idi? 5, C1-in qiyməti 30. Produktda hasildir. 5-i vurdum 30-a. Elədi 150, 150-ni böldüm 2-yə, aldım 75. Mən B2 xanasının qiymətini aldım, 75. Gəlib burada yazıram. Növbəti gəlib C2-ni hesablayacağım. A1-in yerinə dururdu 5, B1-in yerinə durur 16, C1-in də yerinə durur 30. 5-i vuracağım 16-ya, çıxacağım 30-a. 5 16-ya vuranda 80, 80-dən də 30 çıxanda aldıq 50. Biz C2-nin qiymətini tapmış olduq, 50. Yaxşı, bəs bundan sonra nə edərik? Aldığımız diapazonu cəmləyərəm. Bilirəm ki, cəm hər zaman 100%-ə bərabərdir. 125, 75, 50 mənə verir 250. 250 100%dirsə. Bəs 125-im neçə faizdir? X yazıram. Təbii ki də buradan X-i tapırıq, 50%. 50% olacaqdır A2-nin qiyməti. Gəlib burada yazım 50%. Növbəti B2-yə baxıram. B2-ni verib 75. 250. 250 100%dirsə, bəs 75 neçə faizdir? X. X-i buradan tapıram 30%. Çünki həqiqətən də 75 250-nin 30%-dir. Növbəti gəlirəm, hesablayıram bu dəfə. 53-ün. 250 100%dirsə, bəs 50 neçə faizdir? X%. Buradan X-i tapıram 20%. 75 oldu. Baxın 125 oldu 50%. 75 oldu 30%. 30%. 50 de oldu 20%. Deməli, Və bunları sadə əqrəb istiqamətində yazıram. Sadə əqrəb istiqamətində yazanda mənim doğru cavabım olur A variantı. Baxın, B2-nin yerinə durdu 30, C2-nin də yerinə durdu 20. Həqiqətən də A variantda ödənmiş oldu. 50, 30, 20. D variantında da 50, 30, 20 var. Amma diqqət etsəniz, burada saat əqrəbinin əksi istiqamətindədir. Deməli, bu yanlışdır. Bizə saat əqrəb istiqamətində verilməsi lazımdır. Yaxşımı? müəllim, olar bir sual verim. Bəli, buyur. Müəllim, orada məsələn C xanasında heç nə göstərilməsəydi, boş qalsaydı, biz onu necə hesablayacaqdıq? Çünki belə bir test çıxmışdı qarşıma, onu çətinlik çəkdim. Onda da eyni bu şəkildə hesablayırsan, sadəcə faizlər məsələn eynidirsə, bir-birinə bərabərləşdirib X-i tapırsan. O tipli sual olsa qrup at, baxarıq. Aha, yaxşı. Qarşına çıxsa atarsın. Çünki bilirəm sən hansı tipləri deyirsən. O tip. Həcər müəllimə, olar mən də bir sual verim? Belə ver. Burada bax faizi biz hesabladıq da, mən orada təqribi baxanda görürəm ki, rəqəmlər məsələn bayağı bir aralarında fərq var da. Aha. A2-də məsələn 125-dir, B2-də 75-dir, C2-də də 50-dir də. Aha, Saat istiqamətinin belə deyək də, istiqamətində hesablayanda zaten orada faizlərə baxanda mən təxmin edə bilirəm də hansı faizə uyğun hansıdır. hə. Elə təqribi götürə bilərəm, yoxsa illa ki bunun faizini də tapmalıyam? Sən qarant üçün otur işdə. Qarant olsun deyə birdən taparsan, tapdığın düz fikirləşmirsən, amma olur da faizində nə səhvlik eləyəsən. Ona görə də Həm otur cavab CBA Bəli, idi, hə? bəli. CBA. Yəni saat əqrəbi. Yox. A deməli BC. ABC idi. 50% A, A, B. hə? Hə. Hmm, A, BC. tamam. İndi baxaq 21-ci suala. Hı. 21-ci sualda nə deyir? Deyir, doğru mülahizələri müəyyən edin. 100 net internet şəbəkəsinə qoşulan digər kompüterlərə daxil olmaq üçün istifadə olunur. Yox. 100 net. 100 net. Deyim desə nədir? 100 net var, Telnet var. 100 net N tipinin tərkibində işləyir. Görək o barədə məlumatı harda veriblər. Gözləyim bircə dəqiqə. Aha.
Usenet telekonferansiya xidmətidir və NTP-nin tərkibində işləyir. Deməli, burada birinci nədir? Yanlışdır. Hipermedia qrafik audio. Aha, bəli, doğrudur, hipermedia. Qrafika, audio, video istinadlarla təmin edilmiş informasiya strukturudur. 2 doğrudur. Yandex məşhur ingilis dilli axtarış sistemidir. Yandex məşhur ingilis dilli axtarış sistemidir. Yox. Yandex rus dilindədir. Yəni ruslar yaradılıbdır. İşte yanlışdır. Yandex.ru. Hə, ruslar tərəfindən yaradılıb. 4. Yahoo axtarış sistemlərinə aiddir. Doğrudur. Yahoo axtarış sistemidir. Outlook qlobal versiya yox. Outlook web səhifələrə baxış üçün istifadə olunan proqram deyil. Outlook e-mail proqramıdır. Yəni e-mail. Mən ona İyi. işləmişəm mən. Bəli. Office proqramlarına aiddir Outlook. Deməli, burada cavabımız oldu 2-4. Növbəti. Baxaq 22-ci suala. 806 onluq ədədinin 16-lıq say sistemindəki təsvir rəqəmi ilə aha. Biz bunu çevirməliyik. Onluq say sistemindən 16-lıq say sisteminə. Gəlin sadələşdirək. 806-nı yazıram 2-nin kubunun üstünə 6 kimi. Çünki 8 2-nin kubu deməkdir və 2-nin kubunun üstünə 6 kimi yazdım. Bu bizə verir 2/18. 2/18 onluq say sistemindədir. Bizdən tələb olunur ki, 16-lıq say sistemindəki təsvirin ilk rəqəmi. 16-lıq say sisteminə çevirəndə nə edirlər? Yazırsan 2/4 kimi. Çünki 16 2/4-ə bərabərdir. Biraz da sadələşdirirəm. 18-in içində 4 neçə dəfə tam yerləşir? 4 dəfə tam yerləşir. Qalğı isə qalır 2-nin kvadratı. Niyə görə? Baxın, belə bir şey deyim də sizə. Əmsallar eynidir. Mən hələ ki qüvvətlərdən işləyirəm. 18-in içində 4 dəfə tam yerləşir. Qalıq kimi 2 qalır. Və hər biri 2-nin qüvvətində yazılır. Bundan sonra nə edirik? Qalıb qalan hissə hər zaman hansı rəqəmlə başladığını bildirir. Hansı rəqəm? Amma mötərizənin qüvvəti isə sıfırların sayıdır. 0 sayı. Deməli, bu ədəd 4 ilə başlayacaq. Yanında da 4 dənə 0 olacaq. Bu hissəsi belə. Sonra deyir ki, ikilik ədədin cəmini tapın və nəticəni onluq say sistemində göstərin. Bax, bu ikilik ədədin cəmi. Belə deyək, burada 2 rəqəm oldu 4. Bir kənara yazdım. Sonra bu ədədi də çevirirəm 2-likdən onluğa. Və yazıram 1, 0, 1, 1, 1, 2-likdən çeviririk onluğa. Yazırıq 0, 1, 2, 3, 4. Və alırıq 1 vur 2-sində 4 toplansın. 1 vur 2-nin kvadratı toplansın. 1 vur 2-sində 1 toplansın. 1 vurulsun 2-sində 0 bərabərdir. 2-sində 4 16 verir bizə. Yuxarıdan belə eləyək yazaq. Bu bizə verdi 16, bu 4, 2, 1. Cəmini toplayanda alırıq 23. 23. Aha, 23 aldıq. Sonra bizə nə istəyirdi? Deyir, bunları topla. 23 almışıq. 4 də ilk rəqəmdir. 23-dən də toplayarıq 4-ü. Alarıq 27. Bu qədər. Çətin tipli sualdır. Başa düşürəm. Amma ki 27 elədi cavabımız. Qoyun səliqəli yazın. Sonra deyərlər ki 2-7 yazıb müəllimə. O nə deməkdir? Cavabımız elədi 27. Belə. Sonra 23-cü sual. PowerPoint-la bağlı bir sualdır. Yazıb ki, bir slayda bir neçə keçid effekti vermək mümkündür. Biz bir dənə slayda yalnız bir dənə keçid effekti verə bilərik. Bir neçə yox. Məsələn, bu mənim hər hansı bir slayd vərəqimdir. Gəlirəm transitions tabından bir dənə mən effekt verə bilərəm. Bir neçə dənə effekt yox. Belə bir şey verirəm. Tutaq ki, belə bir şey verirəm. Yalnız bir dənəsini verə bilərəm. Bu yanlışdır. Təqdimatın nümayişi zamanı flomasterlə daxil edilmiş elementlər çap etmək mümkün deyildir. Xeyr, mümkündür yazılmalı idi.
Deməli 2 də səhvdir. Slayda verilmiş keçid effektlərindən baxış həyata keçirmək üçün ayrıca dönülmə nəzərdə tutulmamışdır. Vəziyyət sətrində deyirsə, hə, bəli, bu doğrudur üçüncü. Nəyə görə üçüncü doğrudur? Vəziyyət sətri dediyimiz preview'dur. Və PowerPoint-da da preview yalnız transitions'ın bu yuxarı, baxın burada, lent qrupu olaraq var, vəziyyət sətrində yoxdur. Eyni şəkildə animations tabında da preview var, vəziyyət sətrində yoxdur. Bizə deyir ki, sualda ön baxış həyatdakı vəziyyət sətrində ayrıca dönülmə nəzərdə tutulmamışdır. Doğrudur. Vəziyyət sətri aşağıdır. Slayd mətnlərindəki simvollar arası məsafəni dəyişmək üçün hər hansı bir əmr yoxdur. Bu yanlışdır. Əmr var. Bu da yerləşir home tabında. Home tabında baxın belə bir əmr var. Məsələn, mən gəlirəm burada hər hansı bir yazı yazıram. Yazıram salam ifadəsi. Salam. Və baxın bu işarə. Belə bir. Mən bunu həm böyük yaza bilərəm, simvollar arası məsafəni böyük verə bilərəm, kiçik verə bilərəm. Belə. Təqdimata yeni slaydı home tabının əmri vasitəsilə etmək mümkündür. Bəli, yeni slayd həm home tabından, həm də insert tabından əlavə olunur. Doğrudur 5. Slaydlara fərqli sərlifə vermək mümkündür. Bəli, fərqli sərlifə verə bilərsən. Bunu da hər dərs göstərirəm. Yenə də göstərim. Buradan daxil olursunuz insert tabına. Insert tabında header, footer yazılıb. Bu hissədə siz footer'ı həm apply eləyə bilərsiniz, yalnız bir dənə səhifəyə, həm də bütün səhifələrə daxil edə bilərsiniz. Bizdən istənilən fərqli sərlifə dəyər vermək mümkündür. Doğrudur. Deməli, cavabımız oldu burada 3, 5, 6. Gəldik 24-cü suala. Excel-la bağlı bir sualdır. Count istənilir. Count bilirik ki, yalnız ədədlərin sayıdır. Ədəd sayı. Deyir, B2, D5 diapazonunda ədədləri say. Burada ədədlərimiz 6-dır, 3-dür, 2-dir, 9-dur, 0-dır. Cəmi 5 dənə ədədimiz var. 5 dənə, 6 dənə, 5 dənə. 5 dənə ədədimiz var. Burada dırnaq arasında 7, dırnaq arasında 3, hər biri mətnlərdir. Mətn. Gəldik 25-ci suala. RAM nədir? RAM informasiyanı bilirik ki, müvəqqəti yadda saxlayır. Hal-hazırda istifadə olunan proqram müvəqqəti yadda saxlayır. Yəni, emal olan informasiyanı müvəqqəti yadda saxlayır. Biri aiddir D. Növbəti. ROM. ROM daimi yaddaşdır. Daimi yaddaşdır. Görək ona aid burada nələr var? BIOS-u yadda saxlayır. 2 aiddir C. Test proqramlarını yadda saxlayır. Yəni, test proqramları dediyimizdə BIOS-dur. BIOS. Və CMOS. AC. CMOS da tarix zaman parol konfiqurasiyasıdır. 3-ə də aiddir B-yə. 1D, 2AC, 3-ə də aiddir B-yə. Bu da oldu bizim 2024-cü ilin birinci cəhdi. Kimisə burada qaranlıq qalan sual oldusa, buyurub versin. Müəllim, mən bir dənə ümumiyyətlə testin quruluşundan bağlı bir dənə sualım var. Sonuncu sualda uyğunluq var, bir-birinə 25-ci uyğunlaşdırma. sualda, hə. Bəli. Orada 3 dənə yuxarıda belə deyək də ana belə deyək hissə verir, bir də variantlar verir də A, B, C, D yerində neçə dənə olursa. Orada illa ki hamısını qruplaşdırmalıyam, yoxsa Bəli. ola bilər ki, məsələn, Əgər sən- A uyğun. Yox, əgər sən birdə cavab AC çıxıbsa, sən sadəcə A yazmısansa, o oldu səhv. Hə, Yəni, onu deməyim, müəllimə. nöqtəsinə Deyirəm ki, qədər. məsəl üçün də burada hamısı illa ki birinə aiddir də. Yəni orada boş Hə. qalmır heç nə. Mütləq ki Bəli, qruplaşdırmalıyam. Təbii ki də, bəli. Mən çünki səhv edirəm çox vaxt, saxlayıram da. Məsəl üçün ayırd eləyə bilmirəm illa ki arasından bir dənəsini də. Ya da beynim donur, imtahanda həyəcan, stres. Ola bilər ki qalır məsələn. Hərəsini elə bir dənəsini qruplaşdırıram. O artıq səhv kimi gedir də Əsəl. Gərək hamısını yazasan. Nə boş qoymayasan, nə də ki, hər hansı bir variantı əskik yazasan. Ya da artıq yazasan. Olduğu kimi də yazmalısan. O zaman düzgün qəbul olunur. Tamam, çox sağ olun müəllimə. Buyur Əsəl. Baxaq 2024-cü ilin ikinci cəhdinə. Deyir ki,
Saniye. Ne değil? Değil seçilmiş abzasın bir mövqe yuxarıya yerinin dəyişdirilməsi. Seçilmiş ablası. Seçilmiş sözü varsa mütləq şəkildə orada shift olmalıdır. Shift. Shift. Kursoru idarə etmək üçün də deyirsən, mütləq şəkildə orada kontrol olmalıdır. Yeni çıxdım, yeni çıxdım, yeni çıxdım. Bir mövqe yuxarı. Hədə olacaq. Yox, yox, gözləyim, mən yanlış dedim deyəsən. Kursordan söhbət gedirmi? Yox, mən yanlış dedim, baxın burada. Yanlış dedim mən. Shift 100% götürülür. B ilə yeni çıxdım. Kursoru bir mövqe yuxarı. Kursordan getmir söhbət. Seçilmiş abzasın yerini dəyişdirir. Kontrolu çıxıram, çünki kursordan bağlı bir şey deyil. Ya adı ya da dedi. Shift yuxarı düyməsi sadəcə yuxarıya doğru seçir. Yadınızda saxlayın ki, aha, bu gözəl sual. Mövqe yuxarının yerinin dəyişdirilməsi varsa, bu zaman alt düyməsinə istifadə olunur. Alt düyməsindən. Yəni Shift alt və yuxarı düyməsindən bir seçilmiş abzasın bir mövqe yuxarı yerin dəyişdirilməsini yenitirə bilərik. Əgər kontrol desəydi burada, deməli kursorda nə olardı? İdarə olunardı. Yəni kursor artıq mən seçilmiş variantda yerini dəyişdirə bilərdim. Amma burada deyir bir mövqe yerini yuxarı dəyişdirmək. Shift alt və yuxarı düyməsi. Müəllimə, mövqe nəyi nəzərdə tutur? Mövqe. Nə? Mövqe nəyi nəzərdə tutur? Yəni belə deyək ki, səhifə yuxarı, Bir sıra yuxarı, yəni. bir sıra səhifə yuxarı, bəli. Oldu. Buyur. Gəldik 23-cü suala. Slayd tətbiq edən keçid effektlərinin kateqoriya. Aha, bu sual da qəşəng sualdır. Biz bunu da demişdik ki, sizdən. Transitions'da effektlərin adları var. Subplay, exciting, dynamic content. Amma animations desə olur. Entrance, impulses, exit və motion pass. İndi baxaq biz bu suala. Bu suala zəhmət olmasa siz deyin. Hansılar olacaqdır? Müəllimə, məncə giriş-çıxışı çıxırıq. Mən bu slayda tətbiq olunanı deyir, obyektə Beş. tətbiq olunan ayrıdır da məncə. Düz deyil. Həm A variantı deyil. Baxın, nə dedim? 2, 3, 4, 8. Baxın. 2 zəri. Dedim ki, slayda verilən nədir? Slaydın özünə verilən. Bəli, Subplay, slayda mən. exciting, dynamic content. Exactly. Dinamik Olacaqdır, mən də onu subplay. deyirəm də slaydı. Exciting, dynamic content. Exactly. Dinamik. Bəli. Çünki mən orada slaydı deyir də, obyekti desəydi biz obyektdə olanı seçəcəkdik. Obyektə aid olanlar. oldu. Obyektdə olur. Yüksək. Hmm. Gəldik 23-cü suala. A 14-dür, B 30-dur. Deyir B-ni tap. B bərabərdir. B minus 2 vurulsun. B-nin qiyməti nəyə bərabərdir? 30-a. Çıxacağım. 2 vurulsun 14. Düzdür? Mənə nə verir? 2. 2 verdi. A-nın qiyməti oldu 14. B-nin də qiyməti oldu 2. Deyir 14 2-dən kiçikdir. Yox. Getdim onda 2 saldı. A-nın qiyməti 14-dür. Toplansın. 2 vurulsun 2. Bu da bizə neçə verir? Çünki B-nin son qiyməti 2 idi. Verir 18. Yəni cavabımız oldu. Burada Y variantı. Y variantı. Gəldik save as. Save as deyir ki, nəyi dəyişmək olmaz. Sən də qoymuşsan səhifə parametrləri. Aha. Səhifə parametrlərini heç zaman biz buradan dəyişə bilmərik. Bəs baxaq görək. Biz digərlərinə nəyi dəyişə bilərik? Mənim save as pəncərəm buradır. Save as. Mən buradan dəyişə bilərəm. Tag nədir? Müəllif.
Kimsə taq eləmək. Authors nədir? Müəllif. Burada var to hissəsindən parol qoya bilərsən. Burada məsələn vardır, sən faylın tipini dəyişə bilərsən, faylın adını dəyişə bilərsən, faylın yerini dəyişə bilərsən. Amma sən burada səhifənin parametrlərini dəyişə bilməz. Açar sözü dəyişə bilərsən, yəni sənədin adını dəyişirsən, şifrəni dəyişə bilirsən, müəllif adını dəyişə bilirsən, faylın tipini dəyişə bilirsən. Baxdıq bu hissəyə. Deyir ki, PowerPoint-də Customize harda yerləşir? Customize təbii ki, yerləşir Design tabında. PowerPoint-də də bunu göstərək sizə. Daxil olursunuz Design tabında bir Customize lent qrupu var. Nə gözəl. Deyir, Windows 11-də iş masasının kontekst menusunda hansı əmrləri görmək olmaz. İş masasının kontekst menusunu məncə bilirsiniz. Məncə də maşallah hər dərs belə ən qədər səhifəyə daxil oluram. Aha. Baxın, iş masasının kontekst menusu buradır. Nələr var burada? View, Sort by, Refresh, New, Display Settings, Personalize, Show More Optionslar. Print yoxdur. Refresh var. Sonra View var. Open with yoxdur. Send to yoxdur. New var. Share bizdə yoxdur. Bizdən olmayanları istəyir. Olmayanlar orada. 1, 4, 5, 7 D variantı. 27-ci sual. İnformasiyanı xaric edən qrupu printerin böyük olan protterdir. Skaner giriş, Twitter televizordakı məlumatları kompüter ötürür. Televizorda nəyə baxırsınız? O kompüterdə görsənir. Giriş qurğusudur. Joystick mouse'un növüdür. Webkamera giriş qurğusudur. Amma plotter isə printerin böyüyü deyil, olur çıxış qurğusu. Gəldik 28-ci suala. Deyir ki, sənədin header və ya footer sayəsində aşağıdakılardan hansı daxil edilə bilər? Bu da gözəl sualdır. Yenidən daxil olun Word-də. Word-də mən sizə indi header footer əlavə edəcəm. Header footer əlavə edəndə orada avtomatik olaraq tab açılır. Word-də niyə daxil olmadı? Daxil olaq buradan insert-dən header footer əlavə edim. Baxın, bu hissədə insert lent qrupu var və yerləşdiyi tabda header footer'dır. Insert-də nə əlavə edə bilərik? Date time, document info, quick parts, pictures, online pictures. Şəkillər daxil etmək oldu. Sənədin xüsusiyyətləri daxil etmək oldu. Cari tarix və zaman daxil edə bilərsən. 2, 4, 5. C variantı. Bir daha göstərim. Insert-dən tarix, zaman, sənəd haqqında məlumatlar, quick parts hissəsi, pictures, online pictures. Yəni biz bunları daxil edə bilərik. 2, 4 və 5. C variantı. Növbəti 29. Deyir, mütləq ünvanlaşdırmada hansı simvoldan? Mütləq ünvanlaşdırmada təbii ki də mütləq nə olmalıdır? Dollar olmalıdır. Dollar. Hansı ünvanlar var idi? Nisbi ünvan, mütləq ünvan, qarışıq ünvan. Gəldi 30. Deyir, Paint qrafikasında sən nə edə bilərsən? Paint-də sən nə edirsən? Şəkil yaradırsan da, düzdürmü? Çox sadə bir sual. Şrif getdi, slide getdi, qrafik, animasiya getdi, burada da getdi. Qaldı C variantı. Ay maşallah, 31-ci sual vaxtımıza aparacaq bir sualdır. 31-də var burada, 35-də var. Vaxt aparan tipli suallardır. Baxın. Onu axıra saxlayın müəllim. Necə? Axıra saxlayın onu. 31-i? Niyə? Yəni vaxt aparır da, ona görə deyirəm, bəlkə axıra saxlayasınız, axırda faydası. Bakın. Əvvəl axır baxacam da onsuz. Biraz sözün açığı mən belə uzun misallar görəndə tıncıxıram. Tıncıxmaq nədir? Səbirsizlənirəm. Elə bir səbrim çatmır ki, oturum. Məsələn, bax bu 35 tipli sual. Otur bir-bir tap, rəqəmlərə bax.
Adam vaxtını aparır. Deyirəm. Atmaq Yəni, fikrinə düşürəm o saat. Yox, ay mən onu deyirəm, oxşar eləmişik də, o yaş məsələləri falan. eləmişik, adam tıncıxır da, yəni. Hmm. Səbirsizlənir adam. Gəlin Tıncıxmaq baxaq bizdə də var, hesab. müəllim. Biz Nədir? tərəfdə də var o söz. Hə, bizdə də var. Baxaq. Deyir, average A1, C1. A1-dən C1-ə qədər. Görək kimlər yazıb da. Qələmzar, o sözü sil oradan. Orxan müəllim eşitsə bizi öldürəcək. Baxaq. A1, C1. A1-dən C1-ə qədər buradır. Average-də də ortadır. Hesablayaq. 7, 12, 8. Cəm mənə nə verir? 12, 8. Bu edir 20, 27. Və 27-ni də bölürəm ədədlərinin sayını 3-ə. Aldım 9. A2 xanasının qiyməti oldu 9. A1 plus 4. A1-in yerində durur 7. 7 ilə 4 toplayıram, alıram 11. Buranı tapdıq. If-in qaydası necədir? If-də gəlib şərtini yoxlayırsan. Ödənəndə birincinin qiyməti götürülür. Ödəməyəndə ikincinin qiyməti götürülür. İndi B2-nin qiyməti var. B2-nin qiymətin yerində durur 11. 11 böyükdür 15-dən. Yox. Deməli, hara gedirəm? Bax, A1 plus 5 hesablayıram. A1-in yerində durur 7. Üzərinə 5 gəldim, aldım 12. Deməli, bütövlükdə baxın, bura mənə verir 12. Bura mənə verdi 12. Növbətə gəlib hesablayıram nəyi? Bu average hesablayaq. Bax, buradakı bu average. Ədəd orta deməkdir. A2-dən C2-yə qədər. A2-nin yerində durur 9, 11, 10. Mənə verdi 30. 30-u da bölürəm 3-ə, alıram 10. Burada aldım 10. Salam Əcən müəllimə. Salam Firuzə. Çox üzr istəyirəm. Bir dənə burada mən Max'ı başa düşmədim. Max Bax, C1, C3 aralığında orada nəyi seçdik biz? biz bunu seçmədik. Bu Hə. şərt, bax, bu şərt ödənmədir deyə gözlə. Bax, bu şərt ödənmədir deyə B2 böyükdür B4. Mən artıq Max-a getmirəm. Mən gedirəm ikincisinə. A1 Aha, plus. aydındır. Aydındır. Çox sağ ol. Bəli, bəli. Buyur. Gəldim bu kanta. Kant. A1-dən C2-yə qədər. Gör nə qədər ədəd var. Elə 6 dənə ədəd var da. Çünki hərəsində bir dənə ədəd olur. 6 dənə xana olduğuna görə. Sonra A1 C2 düz elədim də, hə, düzdür. Deməli, A2 vurulsun 3. A2-nin yerində durdu 11. 11-i vurdum 3 aldım 33, çıxılsın. C1-in yerində durdu 8. C2-nin yerində durdu 10. Və toplansın 3 bərabərdir. 8 ilə 18, 33-dən çıxdım 18-i mənə verdi. 15, üzərinə düz gəldim, aldım 18. Düzdür? 18 elədi də, hə, bura bizə verdi 18. Müəllimə, Allah, burada görək. simvollar sayılır. Kantda simvollar sayılır. Hansı simvollar? Yəni bu dırnaq işarəsi falan. Yox, burada dırnaq işarəsi yoxdur axı. Yəni olsa da onlar da sayılır. Olsa yox sayılmayacaq. Sayılmır. Aha, oldu. Neyniyək? Nə edək? Nə sadə sualdır. Deyir 12. 18. Daha doğrusu 6. Burada 6-ya düşmüş. Deyir 12, 16 hardadır? Buradadır, baxın. Bir elə eləyim ki, biraz rəngi qəşəng görsənsin. Bax, 12, 16. Buradır. Bax. Mən A3-ün qiymətini aldım. 12. B3-ün qiymətini aldım. 10. C3-ün qiymətini aldım. 6. Deməli, A3, C3 diapazonu. Y variantı. Çünki 12, 10 və 6 verib bizə. Tema tutduq ya yox? Bəli, bəli. Əla. Bu bildirir A2-nin qiyməti, A3-ün qiymətini. Bu B3-ün qiymətidir. Bu da C3-ün qiymətidir. Oldu A3, C3 diapazonu. Bu belə. Cavab Y variantı.
Asandır, sadəcə olaraq çox vaxt aparır. Çox vaxt aparır, hə. Adamı sualdan necə deyərlər? Siz amma imtahanı ömrünüzdə bircə dəfə olur da. Vaxt Yəni mən çatdırmaq bunları hər gün məsələsi var. işləyirəm deyə sıxıla bilərəm, amma siz imtahanda bircə dəfə düşür. Belə. Baxa 32-ci suala. 32-ci sualda nə deyir? Foto, susmaya görə. Bəli, susmaya görə klass D-nin ölçüsü 4 kilobaytdır. Biz normalda bilirik də, bir klass D-nin həcmi 4 kilobaytdır. Bir doğrudur. Yalnız flash, xeyr, ikinci tamamilə yanlışdır. Yanlışdır. Faillər haqqında, bəli, 3 doğrudur. Panel imkan olmasına imkan verir. 4 doğrudur. 5-cidə deyir ki, maksimum 128 terabaytlıq həcmli disklərlə işləmə imkanı 1 var. gigabayt idi. Neçə? Gigabayt idi o. Səhv edilib bu. 256 terabayt yazıbdı, gigabayt yox. 256 olmalı idi. Qoyun bir dənə dəqiqləşdirək. Gözləyim bircə dəqiqə. Məncə terabaytlarla ölçülür. Yadımdaydı, nəsə səhv idi o. Terabayt yazılır, hə, gigabayt yox, terabaytlarla yazılır. Gözləyin, indi göstərəcəm. Maksimum 128 yazıb, maksimum 256 olmalı idi. Açım göstərim. NTFS buradadır. Aha, baxın. NTFS fail sistemində maksimum 256 terabayt. Gördünüz? 256 terabaytdır. Deməli, burada 256 yazılmalıdır. Deməli. Cavabımız nə oldu burada? 1, 3, 4 var. 1, 3, 4. Hə, A variantı. Belə. Baxaq 33-cü sualı. Kompüterlər hansı əlamətlərə görə nəsillərə? Təbii ki, də nəsillər element bazasına görədir. Birinci nəsil, ikinci, üçüncü, dördüncü və əlavə olaraq da 5-ci, 6-cı nəsillər. Gəldik 34-cü suala. 34-cü sualda nə bizə deyir? Pass və pass shortcut. Qısa yolunun yapışdırılması deməkdir. Deyir, pass shortcut əmrinin aktiv şriflə görünməsi nəyi bildirir? Yəni, aktiv görsənir. Deməli, qısa yolu kopyalanıbdır. Yerləşmə. Üzərində kat təmizləyici olunubdur. Kopya təmizləyici olunub. Delete əlaqəsizdir. Yer dəyişmə əlaqəsizdir. Delete getdi. Copy. Pass və pass shortcut. İş masasında. Passla pass shortcut. Barlıq feri boşdur, əlaqəsizdir. Katda olmalıdır. Yox, katda yox, copydə. Copydə. Ağlımda copy tutub, kat deyirəm. Copydə. Niyə görə copydə? Biz nəyisə kopyalayanda, təbii ki də nə olur? Onun qısa yol deyirəm, pass əmri aktiv olur da, düzdür? Qısa yolu varsa, qısa yolu üçün də aktiv olur. Özü də aktiv olur. Yəni, kopyalayanda bu əmrlər aktiv olur. Yaxşımı? Biz nəyisə kopyalayanda pass əmri aktiv olur. Copy düyməsi. Biz katı kopya eləyəndə də orada sadəcə past olacaq. Past olacaq, bəli. Pass shortcut artıq olmayacaq. Bəli. Tamam. Gəldik 35-ci suala. Ya Allah, getdik. Deyir, bunun eynisini biz test sorusunda işləmişik. Qurbanlı akının qız övladları və qız nəvələrinin ümumi sayını müəyyən edin. Mən bunu qəşəngcə belə kəsim. Qurbanlı akı. Yadımda saxlayım ki, qurbanlı akı bizdən istənilir. Bir də siz bunu bilin ki, əgər övladınız varsa, övladınızın da övladı varsa, artıq övladınız bir valideyndir. Baxaq. Qurbanlı akı.
Qurbanlı Akının nömrəsi 44-dür. Yəni bu bir nənədir. Çünki qadındır. Yazıram bir kənarda 44. Qurbanlı Akı. Mən birinci bunun övladlarını tapmaq istəyirəm. Valideyn hissəsinə gəlib 44-ü tapdım. Bax 44. Övladlarını gəlim tapım da 25, 34. Gəlirəm 44-ün övladları 25-dir, 34-dür. Görək 25 kişidir, qadındır. 25 görürəm ki, kişidir. Deməli, bu onun oğludur. Yaxşı, bəs 34 kimdir? 34 de qadındır. Gördünüz qadın. Deməli, bu Qurbanlı Akının qızıdır. Biz bilirik ki, oğlu da, qızı da bir valideyndir. Gəlib bu 25 ilə 34-ü artıq valideyn hissəsinə tapacam. 25-in yerinə qoyacaq. 25-i gəlin valideyn hissəsinə bax tapdım. 25 buradadır, bir də buradadır. Həmçinin 34 buradadır, buradadır. İndi onun övladlarını tapıram. 26, 35, 46, 54. Birinci 25-in övladlarını gəl tapaq. 25-in övladları 26-dır və 54-dür. 34-ün qarşısında durur 35, 46 və 46. Gəlin 26, 54, 35, 46-ya baxaq. 26 kişidir, yəni nəvəsidir. Yazıram nəvə. 54 qadındır, yəni qız nəvəsidir. Bura yazaq oğlan nəvəsi, burada yazaq qız nəvəsi. Qız nəvə. Növbəti 35. 35 oldu qız nəvəsi. Qız nəvə. 46 da oldu oğlan nəvə. Demək istədiyimiz budur ki, Qurbanlı Akının bir qızı, bir oğlu var. Oğlunun 2 dənə uşağı var. Biri oğlandır, biri qızdır. Qızının da 2 dənə uşağı var. Biri oğlandır, biri qızdır. Bir dənə qızı var. 2 dənə də qız nəvəsi var. Cəm olur 3 Qız səfər. nəvə deyəndə, yəni qızının uşaqları nəzərdə tutulmur da. Biz tərəfdə qız Yox, nəvə yox. deyəndə İkisi də ümumiyyətlə nəzərdə tutulur. Həm cinsi qız özünün, olan. ümumiyyətlə qız nəvələri. Özünün qız Ha. nəvəsi. Yaxşımı? Mənim De bir sualı. qız nəvəsi deyəndə mən də elə başa düşdüm ki, onun qızının Qızının qızları kimi. nəvəsi, qızının qız nəvəsi də. Orada yox. Bax, sənə deyir ki, qız övladlarının və qız olan nəvələrinin. Demir qız övladının Qız olan nəvələri, hə. qız olan Orada qız nəvələri. olan Oğlan da nəvələrin qız ola hamısını bilər də, götürür yəni da. fərq yox. Bəli, hamısını götürəcək. Yəni bütün qız olan nəvələrini götürəcək. Tək qızının qızı olmasın. Baxaq 36-ya. Anladım. Görün nə qədər qaldı 36-dan? Hə, az qaldı ki 45-ə qədər. Ya Allah, getdik. Yenə uzun uzadı bir sual salıblar. Bu 7-cidən başlayaq da. Axırdan əvvəl doğru gedək. Kompüter işləmə sürəti prosesin bəli doğrudur 7. Mikrofon səsin elektrik siqnal çəkinin təmin edən çıxış qurğusudur. Xeyr, mikrofon çıxış qurğusu deyil, mikrofon giriş qurğusudur. Deməli 6-cı yanlışdır. Cavablardan altıları çıxaq. Flashkart daxili yaddaşın daşıyan xüsusi kontrollar və interfeysdən ibarətdir. Oo, Bu flash flash yaddaş deyil. daşınan xüsusi kontrol. Qoy bu 5-ci qalsın. Qrafiki planşet informasiyanı böyük formatlı, digər və ya çıxaran xaric etmə. Kontrol üzr sayın. Qrafiki planşet. Xaric etmə yox, giriş qurğusudur. Bəli, 4 də daxil səhv. etmək. Kompüter əməliyyatının mənimizin janrı metodu temporary files. Bu da səhvdir. Ümumiyyətlə RAM-dan silinir məlumatlar. Flash kartdan silinən recycle bində saxlanılır. Bu da səhvdir. Burada hər şey səhvdir ki. Görsün görək. DVD-ROM 1-5 yerdə verilənləri olur. gözləyin. Bizdən özdə yanlışları istəyirik. DVD-ROM verilənlər o cümlədən ADVD-yə
Bir doğrudur da. Burada doğru olanlar hansılardır? 1-dir, 7-dir, bir də 5-dir. 5 də düzgün qəbul edək. Xüsusi kontroller və interfeysdən ibarətdir. Əminə Çıxış yanlışı deyir də nümunələrlə 2, 3, 4, yazıblar. 6 deyə bəndə. Hə, Y variantıymış. Mən üstündən xətt çəkmişəm. Yanlış oxumamışam, çünki bizdən yanlışları istəyir. 2, 3, 4 ilə 6. Gəldik 37-ci suala. Deyir ikilikdən necə yazılır? Onluq sayəsindən keçmək. Sondan başlayıb sıfırdan nömrələyirlər. 0, 1, 2, 3, 4, 5. Əmsal vurulsun indeksinin qüvvəti. 2 üstündə 5, 32. Toplansın. 2 üstü 4, 16. Toplansın. 8. Toplansın. 1. 57 verir də səhv etmirəmsə. 57. Y variantı. Sonra gəldik 38-ci suala. Xüsusi əməliyyatlara aid olanları müəyyən edin. Bu kitabda var idi, amma deyəsən son ildə artıq çıxardıblar. Bu ilki kitabın nəşrində çıxardılıbdır. Bu deməli, not noldur? Like-dır, bir də is noldur. Bunlardır. Xüsusi əməliyyatlara aid olanlardır. Not null, like, is null. Amma artıq son ildə onu çıxardıblar kitabdan. Gəldik 39-cu suala. Deyir ki, baza proqram təminatına aid olan müəyyən. Bazaya aiddir. Bazaya nələr aiddir? Əməliyyat sistemləri, əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemləri. Örtük proqramlar, şəbəkə əməliyyat sistemləri və əməliyyat sistemləri. 1, 2, 6 var. B variantı. Driverlər aiddir sistem proqram təminatının servisinə, ekspert sistemləri tətbiqi proqramlara, inteqrallaşdırılmış paketlər tətbiqi, bu da aiddir sistemin servisinə, arxivləşmə proqramları. Baxaq 40-cı suala. AC modelinin şəbəkə səviyyəsində işləyən, müxtəlif protokollu, 2 və daha çox kompüter şəbəkələrini birləşdirən, şəbəkə səviyyəsində. Şəbəkə səviyyəsinə ümumiyyətlə aiddir router. Router. Bu bayaqlar sizə cədvəl açdım ha, AC modelinin səviyyəsi. Bax o sualdır. Şəbəkə səviyyəsində olan yalnız routerdır. Şəbəkə olmasaydı bridge olardı da, birləşdirmə körpü funksiyası. Qurğu desəydi, hə. Müxtəlif topologiya, eyni protokol desəydi, hə, olardı bridge. Şəbəkə səviyyəsində işləyən yalnız routerdır. Baxan kimi router'ı gördüm, sonra baxdım ki, bridge-də var, o biraz çaşdırır məni. Biraz oxşuyur deyil funksiya. Bax, şəbəkə səviyyəsi nə veribdir? Router, marşrutlayıcı router. Bayaq dedim ha, buradan da suallar düşür. Baxın, gəldi düşdü. Müəllimə, düz deyirsiniz, buradan demək olar ki, mən çox suala rast gəlirəm. Yəni, o cədvəl sırf, yəni, o bayaq açdığı cədvəldən əməlilik sual Yığılıb alırlar. da, yəni, bəli. Yığılıb ora, həmin rahat şəkildə də oxumaq olar. Dərs keçəndə dəfələrlə bildirirdim, il ərzində. Amma kimdir mənim sözümə qulaq asan? Mən. Görürük nəticələrindən, Aysel, görürük. Müəllim, orada siz atmısınız, o neçə dənə 3000-dir cavab. Oradan da öyrənəndə daha yaxşıdır. Mən oradan oxuyuram. Son bir həftədir. Görürsən, Müəllimə, orada suallar düşüb. oturanda Bəli, müəllim. imtahanda Dediyiniz var orada. sualı böyük görəndə səbrim çatmır. Otaqdan çıxmağa çalışıram. Yəni 3 saat qapalı yerdə oturanda sıxılıram. Artıq çıxıram da, yəni sualın çoxsunu. Yalandan nə deyim? Oturub işləmirəm. Bizdə bunu demirlər, bizdən başqa şey. Ayşə, səsini yaddaşa yazılır. Bax, 1 saniyədə 1 kilobaytdır. Düzdürmü? Deyir, hər səhifədə 32 sətr Unicode, 25 səhifənin çapı. Gəlin biz ümumi həcmi tapaq. Ümumi həcm nəyə bərabərdir? Biz Unicode-un üstünü bilirik. Həcm başla ifadə olunur. Vurulurdu. Bərabərdir. 2 vurulsun, S vurulsun, S vurulsun, S.
O da olacaqdır. 2 vurulsun 48. Vurulsun 32. Vurulsun 25. Bərabərdir. Bunu gəlin sadələşdirək. 2 vurulsun 2 üstündə 4 vurulsun 3. 48-i sadələşdirdik. 32 yazdım 2 üstündə 5 vurulsun 25. Və bölünsün. Kilobayta çevirək. Kilobaytla hesablayaq. 2 üstündə 10. İxtisarlarımızı apardıq. Yerdə qaldı 75 kilobayt. Deyir, yaxşı, bəs 75 kilobayt üçün neçə saniyə tələb olunur? X saniyə. 1 kilobayta 1 saniyədirsə, 75 kilobayta da təbii ki də olacaqdır 75 saniyə. Bu qədər. Asan tipli sualda buna aid biz sizdən eynisini işləmişik. Test toplusunda informatika və onun əsas anlayışları dərsində. Növbəti baxaq 42-ci suala. Mak ünvan. Mak ünvanlar necə olurdu? Mak ünvan 6 hissədən ibarət olmalıdır. Hər bir hissə 16-lıq sayı sisteminin hərflərindən ibarət olmalıdır. Və həmçinin də 2 hissədən ibarət olmalıdır. 3 dənə simvol olmaz. Burada 3 simvol var. Olmaz. İkinci doğrudur. Üçüncü 7 dənədir. Olmaz. Dördüncü 3 simvoludur. Olmaz. Beşinci də ki doğrudur. Doğru mak ünvan deyəndə artıq biz götürəcəyik burada 2 ilə 5-i. Müəllim, onlar bir də deyəsiniz. Onun üzrdən deyəsiniz onu. Bax, burada mak ünvan 6 hissədən ibarət olur. 6 hissə. 16-lıq sayı sistemi əsasında işləyən bir ünvandır. A-dan F-ə qədər A, B, C, D, Y və F-lər ala bilər. Və hər bir hissədə 2 dənə simvol iştirak edə bilər. Bax, birincidə 3 dənə simvol yan bu yana gəlib olmaz. Dördüncüdə 3 dənə simvol yan bu yana gəlib olmaz. Üçüncüdə 7 dənə veribdir. 1, 2, 3, 4, 5, 6, 7 olmaz. Müəllim, Pərvin qorxusundan səsini çıxartmır. Firuzə xanımdan eyni sualı veriblər. IP ünvanla bağlı. AP ünvan Mən 255-ə qədər. 255. Hə, onu Dörd Firuzə xanım hissədən soruşdu, o ibarət olur. burdadır, dedim yox. IP-dədir. Bu 16-lıq idi, bir də 6 dənə olmalı idi deyəcəm. Bəli, bəli. Hı. Hər bir hissədə də 2 dənə simvol. Burada zaten 3 hissə ola bilməz də, yəni o onunla yadınızda saxlayın. 3 dənə olmasa, Hə, olmaz. Üç simvol olmaz. 255 IP-dədir. bəli. İndi baxaq. 43-ə. Baxaq 43-cü suala. Average A1, B4. Average nə deməkdir də orta? A1-dən B4-ə qədər bax burada. Buradakı ədədlərimiz hansılardır? 2, 8, 2, 3, 7. Yazıram 2 plus 8 plus 2 plus 3 plus 7. Toplansın 4, toplansın 9. Toplansın 4, toplansın 9. Və bölürəm nəyə? Saylarına. Çünki burada 4-dən 9 da var idi. Nəzərə aldım. 1, 2, 3, 4, 5, 6, 7. 7-yə böldüm. Bərabərdir. 10, 12, 15, 22, 26, 35. 35-i böləcəm 7-yə, alacam 5. Demək, mən D2-nin qiymətini aldım 5. Növbəti power funksiyası. Power funksiyası qüvvəti yüksəltmədir. Birinci ədəd əmsalı, ikinci ədəddə onun qüvvətini bildirir. D2-nin yerində durur 5. B3-ün də yerində durur 2. Oldu 5-in kvadratı. Bərabərdir 25-ə. Bərabərdir. Count if. Deyir ki, if şərt verir. Ədədləri sayır. Dırnaq arasında 5-in sayını tap. A1, C4 diapazonunda. A1, C4 diapazonunda dırnaq arasında 5-in sayı bir dənədir. Yəni, siz elə bilərsiniz ki, yalnız ədədi sayır, yox. Burada belə deyək də sizə. Şərt daxilində verilən qiymətə əsasən sayım eləyir. Dırnaq arasında 5 yalnız bir dənədir. Gəldi saydı. Sam nə deməkdir, Cəm?
D2, D4. D2-dən D4-ə qədər ədədlərimiz 5, toplansın 25, toplansın 1, toplansın. B4-ün yerində durur 7, toplansın 9. Bərabərdir. 25, 5, 30, 31, 38, 47. Cəmimiz oldu 47. Növbəti 44-cü sual. Biz orada true-nu false-u nə vaxt 1-0 kimi götürürük? Şərt daxilində veriləndə. Cədvəl daxilində veriləndə hesablama zamanı nəzərə alınmır. Əgər bu funksiyanın daxilində true false verirsəydi, bax bu average-in daxilində, poverin ya countif'in ya sum'ın onda nəzərə alınardı. Qırx dörd. Deyir, mətnin bir neçə sütunlara ayrılması insert tabındandır. Xeyr. Mətnin bir neçə sütunlara ayrılması layout tabındandır. Layout. Layout tabında biz necə edirdik? Daxil olaq Word-ə. Bax, burada layout tabı var. Layout tabında yazıb columns. Mətni belə sütunlara bölür. Eyni zamanda iki sənədin ekranda göstərilməsi window. Bəli, bu doğrudur. Word-də view link qrupunun, view tabının window link qrupunda bu var. Düzdür. Sənədə footnotes review. Xeyr, footnoteslar. Review yox. Reference tabından. Bu bilirsinizmi nə idi? Gözləyin bircə saniyə. Bunun zaradqası bitdi. Gözləyin. Sağ ol Pərvin, partladation. Yox, üzr istəyirəm, qələmzərdir, qələmzər partladation. Footnotes nə idi? Footnotes dedik ki, o yazılır, siz nə demək istəyirəm sizə. Məsələn, bu üstünə bir yazır belə Word-də. Gəlir aşağı diz altını verir. Bildiniz nə Bəli, demək istəyirəm? kitablarda da olur. Hə. Ədəbiyyat kitablarında, tarix kitablarında footnotes, istinadlar olur reference tabında. Seçilmiş sözün hecalara ayrılması, bəli, page setupdadır. Daxil olaq bunu da göstərək. Layout tabının, bax, page setup length qrupunda hyphenation, hecalara ayırma. Növbəti 4 doğrudur. Sonra abzasın sətirlərin nömrələnməsi. Xeyr. Yadınızda saxlayın ki, sətirlərin nömrələnməsi olur layout tabında. Bunu da xüsusi vurğulamışam hər bir sınaqlar işləyəndə. Sətirlərin nömrələnməsi olur layout tabında. Amma abzasın nömrələnməsi olur home tabında. Deməli 5 yanlışdır. Müxtəlif əməliyyatları bir neçə proses. Makroslar bəli doğrudur. 6 düzdür. Deməli, burada cavab nə oldu? Doğru olmayanlar istəyir. Doğru olmayanlar. 2, 4, 6 doğrudur. Amma 1, 3, 5 doğru deyil. 1, 3, 5. Gəldik 45-ci suala. İnternetə qoşulma növləri. İnternetə qoşulma növləri təbii ki, internet Wi-Fi-dır, bir də ADSL. Çünki modemin növü də ADSL, bir aiddir B-də. Protokollar hansılardır? NNTP, TCP. 2-yə aiddir A-yı. İnternetdə kompüterin ünvanı DNS ünvan. DNS ünvan var, IP ünvan var, MAC ünvan var. 1 B-də, 2 A-yı, 3-ə də C.